Xeyir olsun, dəyərli izləyicilərimiz. Artıq bayrama, Novruz bayramına çox demək olar ki, günlər qalır, çox az bir vaxt qalır. Artıq baharın o gözəl təravətli ətrini biz duyuruq. Elə bugün də verilişimiz bayram əhval-ruhiyyəli olacaq. Gördüyünüz kimi bütün Azərbaycanımızın qədim atributlarından çalışdığımız qədər istəmişik ki, bizim verilişimizdə bax onlar da yer alsın. Və bildiyiniz kimi Azərbaycanımızın gözəl, qədim el adətləri var ki, hansı ki Novruz bayramında icra olunur. Ümumiyyətlə istərdim ki, Novruz bayramı haqqında bildiklərimi sizlərə danışam. Bilirəm ki, bütün Azərbaycan xalqımız artıq bu adətlərdən, ənənələrdən xəbərdardır. Amma mən də öz növbəmdə elə qonağım var verilişində istərdim ki, biraz Azərbaycanımızın gözəl bayramı olan Novruz bayramı haqqında sizlərə öz məlumatlarımızı verək. Ümumiyyətlə, Novruz bayramında 4 çərşənbəmiz olur. Bildiyiniz kimi, elə birincisi nə çərşənbəsidir? Su çərşənbəsi. Hansı ki, su çərşənbəsi elə əzəl çərşənbə adlanır və yalancı çərşənbə kimi də bunu deyirdi bizim qədimdən olan xalqımızın nümayəndələri. Su çərşənbəsində elə Azərbaycan xalqımıza hər zaman su kimi əziz olmasını, insanlar bir-birinə bayramlarda təbrikləri, su çərşənbəniz mübarək olsun demələri elə insanların saflığı əlamətini göstərir. İkinci çərşənbəmiz isə çox da qədim dövrdən uşaqların və böyüklərin ən sevincli bir gününə təsadüf olunur və bu çərşənbə mitoloji təsəvvürlərlə, elə bizim inamlarımızla olan, inamlarımıza bağlı olan nədir? O çərşənbəsidir. O çərşənbəsində hər bir qapıda tonqallar qalanır, yaxınlar, qohumlar, qonşular hamı yığılır tonqalın ətrafına və tonqal üstündən tullanırıq. Bütün demək olar ki, bəd olan, hansı ki bu ildə bizə negativ işlərimiz olub ki, elə onları hamısını istəyirik ki, o odda yansın, külə dönsün. Və bu insanlarımızın artıq qədim dövrdən inamlarıdır. Üçüncü çərşənbəmiz isə nə çərşənbəsidir? Ağaclarımızın tozlanması ilə bağlı olan elə yel çərşənbəsidir. Amma sonuncu çərşənbəmiz bütün kənd təsərrüfatında demək olar ki, ağaclarımızın çiçəklənməsi, torpaqlarımızın dirçəlməsi, bolluğa əlamət olaraq torpaq çərşənbəsidir ki, daha qədim dövrdən Azərbaycan xalqı bizim eradan əvvəldən elə baharın gəlişini bu torpaq çərşənbəsi ilə qeyd edirdilər. Çünki artıq görürdülər ki, məhsullar yetişir, artıq ağaclar yarpaq açır, artıq bolluq olacaq, gözəl günümüz, güzaranımız olacaq. Elə həmin ayın 20-sindən də 21-nə keçən gecə gündüzlə gecənin bərabərləşməsini bizim xalqımız daha eramızdan əvvəl də gözəl bir bayram olaraq qeyd edirdilər və düşünürdülər ki, artıq qışın, o gecənin, zülmətin, baharın o gözəl gündüzü ilə birləşməsinin, ona şərin xeyrə qalib gəlməsi kimi qeyd edib böyük bayrama çevirirdilər. Novruz şənliklərində bəzən adətlərimiz, ənənələrimiz var ki, çox vaxt subay qızlarımız da bu adət ənənələrimizdən istifadə edirlər. Bunlar nədir? Demək, kiminsə qapısına gedirik, yaxınlarımızın, tanışlarımızın, qonşularımızın və qulaq pusma adətimiz var, üzük falımız var, gözə falımız var və elə bizim daha qədim dövrdən Azərbaycanımızın bəzi adət ənənələri var ki, bunlar papaq atdı, şal sallamaq kimi adət ənənələrimiz var və şal sallamaq adət ənənəmiz Məhəmməd Hüseyin Şəhriyarın elə Heydər Babaya Salam adlı əsərində də belə qeyd olunmuşdu. Bayram idi, gecə quşu oxurdu. Adaxlı qız bəyə corab toxurdu. Hər kəs şalın bir bacadan salırdı. Ay nə gözəl qaydadır şal sallamaq. Bəy şalına bayramlığı bağlamaq. Və elə biz şallarımızı götürürdük, papaqlarımızı götürürük, gedirik, yaxın və əzizlərimizin evinə papaq atırıq, şal sallayırıq. Və əvvəldən daha qədim dövrdən Azərbaycanımızın bu gözəl adəti ki, şal sallamaq adəti var. Elə qohum evinə, nənə baba evinə nəvələr şal sallayırdı və ona biz nə qoyurduq? corablar, araqçınlar, gözəl toxunmuş köynəklər,
elə boyanmış yumurtalar, müəyyən şirniyyatlarla biz şal sallayan insanı sevindirirdik. Elə bu da bizim Azərbaycanımızın, Novruz bayramımızın gözəl adət ənənələrindən biridir və mən istərdim ki, bax, bu gözəl Novruz bayramımıza günlər qalmışkən elə qonaqlarımızı da artıq dəvət edək. Gəlsinlər, gözəl mahnıları ilə, gözəl sözləri ilə, gözəl söhbətləri ilə biraz da bu verilişimizə rəng qatsınlar. Buyurun. Çox dəyərli qonaqlarımı dəvət etmişəm. Elə gördüyünüz kimi bugün qonaqlarımdan biri də kimdir? İlham Xansenoğlu. Xoş gəlmişsən İlham müəllim. Həmişəki kimi qonağım var verilişinə. İkinci dəyərli qonağım gözəl səslərdən olan, Azərbaycanımızın gözəl adəti olan, toy kimi adətimizin hər zaman canımın bəzəyi elə deyək, Ərşad müəllimdir. Ərşad Sabirabaddır. Xoş gəlmişsiniz Ərşad müəllim. Bizim digər qonağımız isə hər dəfə mavi ekranlardan tanıdığınız, elə gözəl şəxsiyyəti olan, gözəl səsi olan Şahin Ağayevdir. Xoş gəlmişsiniz Şahin müəllim və Təhmiraz müəllim. Təhmiraz müəllimin demək olar ki, çoxlu fanatları var, çoxlu sevən insanlar var. Onun səsini, sənətini bütün canım sevir. Hər dəfə mənim verilişimdə qonaq olanda demək olar ki, telefonlarımız susmur. Çox sağ olun Nalan xanım, Təhmiraz müəllimi yenə dəvət etmişsiniz və qeyd etmək istəyirəm ki, Tarix müəllim mənə zəng etmişdim və çox xahiş etdi ki, Təhmiraz müəllimə o sinif yoldaşı olub səhv etmirəmsə salamlarımı yetirin və xoş gəlmişsiniz. Bizim digər qonağımız isə Azərbaycanımıza bax bu bahar artıq qədəmlərini qoymaq üzrədir və hər zaman o gözəl mahnıları ilə, o şux mahnıları ilə Azərbaycanımızda qışda da baharı gətirən Samir Abbasov qonağımızdır. Xoş gəlmişsiniz Samir müəllim və mən istərdim ki, artıq vaxt itirmədən İlhamı dəvət edin. Çox sağ olun Nalan xanım, bir daha sizin efirə dəvət elədiyiniz üçün bizə təşəkkür edirəm sizlərə və sənət dostlarımı salamlayıram. Həmin başda olmaq şərti ilə Şahin qardaşımı, Ərşad qardaşım, Samir qardaşım salamlayıram. Və qarşıdan bizim çox gözəl bir bayramımız gəlir. Maşallah bugün burada bayram əhval-ruhiyyəsidir. Təbrik edirəm bütün dünyada yaşayan Azərbaycanlıları Novruz bayramı münasibətindən təbrik edirəm. Nalan xanım, sizi təbrik edirəm. Verilişiniz bir daha uğurlu olsun. Biz də ki, maşallah həmişə sizin verilişdə dəvət edirik. Siz bizdə deyirik ki, baş üstə Nalan xanım, gəlin. Çox sağ olun, təşəkkür edirəm və İlham, mən sənə belə bir sual vermək istəyirəm. Ümumiyyətlə bildiyiniz kimi, biraz öncə də qeyd etmişdim ki, Azərbaycanda 4 biz çərşənbə var ki, bunu qeyd edirik. Artıq sonuncu çərşənbəmizə yaxınlaşırıq və sənin ən sevdiyin, uşaqlıqdan həsrətlə gözlədiyin, hansı ki o gün gələcək, qonşu məhəllə uşaqlarla yığışacaq, hansı çərşənbəni qeyd edəcəyik? Ən çox sevdiyim bayramlardan biri də axır çərşənbədir. Çünki biz, özüm bilirsən ki, Nalan xanım, bizim tərəfimiz cənublular. Axır çərşənbəni elə gözəl qeyd edirlər ki, məsələn, mən Bakıya köçəndən sonra, Bakıya gələndən sonra gördüm ki, burada bu böyük Novruz bayramı çox böyük qeyd edirlər. Ancaq bizim tərəfdə tam fərqli. Axır çərşənbə bizsin, o qədər gözəl bayramdır ki, o qədər ürəyim açılır. İnşallah biz bu il qismət olmadı. Gələn mütləq axır çərşənbəni elə cənubda qeyd edərik. Tonqal ətrafında qeyd edərik və elə buyur. Nalan xanım, mən söz vermişdim ki, sizin xoşunuz gələn mahnı Eşqim Dilə Gəldi mahnısını yenidən aranjman elətdirmişəm. Birinci də sizin verilişinizdə inşallah onu oxuyuram. Görək tamaşaçılar necə onu qarşılayacaqlar. Mən ümidvaram ki, tamaşaçılarımız bu mahnını çoxdan da sevirlər və əsas onu kim oxuyub, o kimin mahnısıdır? Elə o İlham Xansenoğlu'nun mahnısıdır. O mahnını mən çox sevirəm. O mahnının bir tarixçəsi var ki, Samirlə mənim aramda olub. Doğrudan da mən onu hər verilişimdə danışıram, amma Samir olmayıb mənim verilişimdə. Verilişimdə olduğu üçün bir dəfə də danışım, biz Masallıya gedirdik və mən başladım bu mahnını oxumağa. Dedim, Samir, bu mahnını kim oxuyub? Dedi, bax, qabaqda gedən oğlan. Dedim, doğrudan İlham mahnısıdır, dedi, bəli. Mən elə İlhama onda müraciət etdim, dedim ki, İlham, sən bunu yeni aranjmanda gözəl bir xalqımız üçün təqdim et və mən 100% əmin olacam ki, əmin oluram və əminəm ki, bu mahnı seviləcək və biz var gücümüzlə ona gözəl bir klip çəkəcəyik. Dünya Televiziyasının dəyərli doğma kanalımızda elə klipini də yayımlayacağıq və xeyirli uğurlu olsun deyirik. Bax, bu bahar fəslində, bu baharın gəlişi ilə sizin bu gözəl yeni mahnınız. Buyur İlham.
Salyan şəhərində yerləşən M-Babod Madera mağazalar şəbəkəsində qonaq, yataq, uşaq və mətbəx mebel dəstləri sizin evinizə əsrarəngiz bir gözəllik bəxş edəcək. Evinizin interyerini M-Babod və Maderanın müasir mebelləri ilə zənginləşdirin. Siz bu gözəl zövqlü mebelləri M-Babod Madera mağazalar şəbəkəsinin Salyan filialından nəqd və kredit yolu ilə əldə edə bilərsiniz. Qeyd edək ki, kreditlər mağaza daxilində çox asan şərtlərlə həll olunur, nəqd alış edənlərə isə inanılmaz endirimlər var. Quraşdırılma, çatdırılma pulsuzdur. Hələ Mübariz, sənə heyran olum mən. Sən ara, bura ara, ay Mübariz. Salyanda bu məkana girməmiş, getmək özü günah. Çünki bu cür gözəlliyi, bu cür mebeli, keyfiyyətli. Sağ olsun, Keyfiyyətli bəli. bunu ərsəyə gətirən Bəli, sağ bizim ol. qardaşlarımız. Var olsunlar. Ünvan: Salyan şəhər, Bakı-Astara şosesi 131-ci kilometr. M-Babod və Madera mağazalar şəbəkəsi. Əlaqə nömrələrimiz 050 320 69 99 055 202 42 81 055 202 12 41. Salyanda Xəlil Rza Ulutürk küçəsində 5 mərtəbəli binanın 1-ci mərtəbəsində möhtəşəm gəlinlik salonu açıldı. Fidan VIP salonunda nişan, xına, toy paltarlarının kirayəsi, böyük və kiçik toy maşınlarının bəzədilməsi, uşaqlar üçün toy paltarlarının kirayəsi sizlərin ixtiyarına verildi. Qeyd edək ki, paltarlar brenddir və sizin zövqünüzə uyğun sifarişlə xarici ölkələrdən gətirilməsi həyata keçirilir. Salonda çalışan vizajistlər isə özəl gününüzdə seçilən əl işləri ilə sizləri valeh edəcək. Əgər siz də özəl və xoş günlərinizdə gözəl görünmək istərsinizsə, o zaman Salyanda yerləşən Fidan VIP salonundan elə yolunuzu salın. Əlaqə nömrələrimiz 051 740 0006.
baxışların əydi mənim qəlbimi, yar əydi mənim qəlbimi. O qəlbin baxışların dumandımış kəndimi, eyləmək qardaşların əydi mənim qəlbimi, yar əydi mənim qəlbimi. Görenlerin aldı, sevenlerin aldı. Görenlerin aldı, sevenlerin aldı. Rakiplerin aldı, bir senin almadın, tek senin almadın. Bir senin almadın, tek senin almadın. O gemgin bakışların kumandımız kendimi, eyleme kardeşlerin eydi benim qəlbimi, yar eydi benim qəlbimi. O gemgin bakışların kumandımız kendimi, eyleme kardeşlerin eydi benim qəlbimi, yar eydi benim qəlbimi. O gemgin bakışların kumandımız kendimi, eyleme kardeşlerin eydi benim qəlbimi, yar eydi benim qəlbimi. O gemgin bakışların kumandımız kendimi, eyleme kardeşlerin eydi benim qəlbimi, yar eydi benim qəlbimi. Təşəkkür edirəm İlham. Çox gözəl bir mahnı idi. Həqiqətən də mən bu mahnını sevirdim, amma yeni aranjmanını çox bəyəndim. Yəqin ki, əziyyəti olan insanlar olub elə bu mahnının üzərində. Hər birinə dərindən təşəkkürümüzü bildiririk və mən artıq əmin oldum ki, bu mahnı bu ilin xitlərindən birinə çevriləcək. Mən inşallah sənə arzu edirəm bunu, çünki sən buna layiqsən, gözəl səsin var, gözəl sənətin var. Hansuy müəllimin də qarşıdan gələn bayramını təbrik edirik. Çünki siz elə bir insanın evladısınız, yəqin ki, bunun bir nəticəsi olmalıdır, elə o da bu oldu. Mən təbrik edirəm. Çox sağ olun Narız xanım. Mən də mahnının aranjmanına görə Rabil Səfərova təşəkkür edirəm bu gözəl aranjmanına görə və görək ki, inşallah yaxşı olar Allahın köməklə. Çox sağ olun. Mən də təşəkkür edirəm Rabilə və deyim ki, mənim verilişimə gələn bütün qonaqların elə aranjmanı çox vaxt Rabilin adını çəkirlər. Özünü də görmək istəyirik. İnşallah verilişimizdə bir dəfə yer alır. Elə hansı mahnıları ki, o aranjman edib həmin insanlarla birlikdə dəvət edərik. Buyur əyləş, çox sağ ol. Bir daha təşəkkür edirəm. Elə bahar tərabətli, bax bu gözəl bahar günlərində Azərbaycana artıq bahar öz qədəmini qoyub. Çox gözəl əhval-ruhiyyəmiz var. Çox gözəl bir ab-hava burada yaradıb İlahə xanım. Mən İlahə xanıma dərin təşəkkürümü bildirirəm Zərif Xına mərkəzinə. İnşallah elə bax, elə geyim də oradandır. Bu gözəl aksesuarlardır. Hansı ki, gəldim, gördüm artıq. Burada bayram əhval-ruhiyyəli bir dekor yaradıblar. Mən bir daha dərin təşəkkürümü bildirirəm və istərdim ki, vaxt itirmədən elə Ərşad müəllimi dəvət edim. Çox sağ olun Narız xanım, məni də bu gözəl, dəyərli verilişə dəvətləmişsiniz. Valla bugün sevindim. Ona görə ki, burada gözəl dostlarımız iştirak edir. İlham qardaşımız, Şahin qardaşımız, Samir qardaşımız, Təhmiraz qardaşımız. Yəni bunlarla da bugün ünsiyyətdə olmaq çox gözəldir və özümü çox rahat hiss elədim. Yəni gözəl qardaşlarımız var. Mən də qarşıdan gələn bu gözəl münasibətlə xalqımızın bayramını təbrik edirəm. Neçə belə illərə çıxsınlar. Bu sənətçi qardaşlarımıza da bollu urzu arzulayıram ki, urzuları bol olsun. Musiqiçinin toyu çox olsa, o qədər də şən olar, gözəl olar. Mən də onu bunları arzulayıram. Özüm də onların içində olmaq şərtilə. Narız xanım, mən bugün Allah qoysa, sizin verilişinizə təzə mahnı ilə gəlmişəm. Onun da aranjmanı ilə burada mənim yanımdadır bayram qardaşım. Çox əziyyət çəkib, həqiqət çox əziyyət çəkib bu mahnını ərsəyə getmək üçün. Biz səhər-səhəri saat 6-da getmişik, Allah ona ömür versin. Və mən fəxr edirəm ki, elə bir dəyərli musiqiçi mənim bölümdə. Yəni,
çalışır və mən İmran qardaşıma təşəkkürümü bildirirəm. O da çox əziyyət çəkdi. Çox sağ olsunlar. Ben bunu yaddan çıxarmayaq da. Bu musiqinin sözləri bizim Salyanda Natiq qardaşımız var. Müğənni Natiq Məmmədov. Bu musiqinin sözləri də o qardaşımızındır. Ona da buradan təşəkkür, salamlarını göndərirəm. Çox sağ olun, çox var olun. Mən də təşəkkür edirəm. Təbii ki, Ərşad müəllim sizə gəldiyinizə görə. Bax, bu qonağım var verilişinə qonaq gəldiyiniz üçün, dəyərli vaxtınızı ayırdınız, gəldiniz. Təşəkkür edirəm və bizim dəyərli bayramımıza dərin təşəkkürümü bildirirəm. Doğrudan da bayram dəyərli instrumentalisti və biz onlarda Könlümə Elim Düşüb layihəsində qonaq olmuşduq. Dəyərli izləyicilərimiz, əgər yadınızdadırsa, çox gözəl sindizator ustasıdır və onun çox gözəl səsi də var və onu da mən qeyd etmişdim, amma kompleksi var, oxumur. Belə və aranjman kimi gözəl, sən demə, belə işləri da var imiş. Mən ona görə də bayrama təşəkkür edirəm. Onun gözəl anası Dilarə xanım, mənim çox yaxın rəfiqəmdir. Dilarə xanıma da, vizajist Dilarə xanıma da buradan salamlarımızı göndəririk və qarşıdan gələn bayramlarını təbrik edirik. Və elə Natiq müəllimə də buradan salamlayırıq. Çox sağ olsun. Görək sözləri necə bir mahnıdır. Çox maraqla və diqqətlə izləyəcəyik. Buyurun.
istəyirəm, çox gözəl bir mahnı idi. Xeyirli, uğurlu olsun inşallah. Elə bu yay bütün toyların bəzəyi olsun. Çox gözəl sözləri var idi və mən ümidvaram ki, tez-tez gələcəksiniz verilişlərimizdə. Bax, bu mahnını elə bizim üçün ifa edəcəksiniz. Yəqin ki, indi Ərşad müəllimin ikinci mahnısı da olacaq. Hansı ki, elə veriliş boyu biz buradayıq. Amma mən istərdim ki, artıq bizim şamlarımızı da yandırsınlar. Elə Samir şamlarımızı yandırsın. Ərşad müəllim, buyurun, əyləşin. Çox sağ olun, təşəkkür edirəm. Mən istəyirəm ki, artıq Şahin Ağayevi dəvət edim. Şahin müəllim mənim verilişimdə ilk dəfədir. Ne yaxşı ki, elə bayram günlərində Şahin müəllimlə biz tanış olduq və elə mən istədim ki, onu verilişimə dəvət edim. Çox böyük məmnuniyyətlə də qəbul etdim və bugün bizim bu bayram əhval-ruhiyyəli verilişimizdə qonaqdır. İnşallah mən də elə onun səsi ilə bu verilişimizdə tanış olacağım. Amma bizim verilişlərimizin çoxunda Dünya Televiziyasının çox verilişlərində qonaq qismində olub. Elə mən də çox sevinirəm ki, bugün qonağım vardı. Elə məhz Şahin Ağayev də bizim qonağımızdır. Buyurun Şahin müəllim, gəlin sizdən. Çox sağ olun, Narınc xanım. Təbii ki, mən çox sevinirəm bugün sizin verilişinizdə varım. Bu gözəl dostlarla. Bunlar hamısı əcda sənətkarlardır, gözəl sənətçilərdir və gözəl insanlardır. Ayrı-ayrılıqda hamısını gözəl tanıyıram. Sizə mən minnətdaram. Çünki mən çox istəyirdim bu verilişdə olum. İlham qardaşımız dedi ki, qardaş, bu Narınc xanım istəyir sizi bu verilişə dəvət eləsin, dedim, baş üstə, gələcəm. Mənim də bu Novruz bayramı mənim həyatımda ən gözəl bayramlardan biridir. Düzdür, bizim birisi də çox bayramlarımız var, amma biz Novruz bayramı deyəndə nostalji hisslər yaranır bizdə. Keçmişimiz, uşaqlığımız yadımıza düşür. Sizə minnətdaram, valla. Çox sağ olun, təşəkkür edirəm. Şahin müəllim, uşaq olanda yumurta döyüşmüsünüz? Çox olur. Qalib gəlmişsiniz ya mənim. Qalib gəlmək də olur belə. Nə qədər yumurta qalib edirdiniz? Nə qədər yumurta gətirdiniz? Yadıma gəlmir. 10-15 olurdu heç. Çox az olar, o qədər olmaz. Amma 10-15 məncə qalib olan da olurdu yumurtada. Çünki çox maraqlı oyundu. Hətta bəylər deyil, xanımlar da oyuna qatılırdı. Və mən istərdim ki, artıq mahnımıza keçək. Buyurun, dinləyin. Döndüm gül üzlü sona, ömrümün ilk çağı yadıma düştü. Başına döndüm gül üzlü sona, ömrümün ilk çağı yadıma düştü. Şairler vatanı bizim tərəflər, şairler vatanı bizim tərəflər. Tarlalar oylağı yadıma düştü. Tarlalar oylağı yadıma düştü. Sen bizim ellerin ruhuna bir bak, bizden incimemiş bir aziz qanlar. Sen bizim ellerin ruhuna bir bak, bizden incimemiş bir aziz qanlar. Nişanlı kızların görüşten qabaq, nişanlı kızların görüşten qabaq, telini saymağı yadıma düştü. Telini saymağı yadıma düştü. Göylərə baş şəkir göyəzən dağın,
Akşam açıq olur ayın qabağı, göylərə baş çəkir göyəzən dağı. Akşam açıq olur ayın qabağı, bizim gəlinlərin bayram qabağı. Bizim gəlinlərin bayram qabağı, fəsəli yaymağı yadıma düşdü. Fəsəli yaymağı yadıma düşdü. Sən bizim əllərin ruhuna bir bax, bizdən inciməmiş bir əziz qardaş. Sən bizim əllərin ruhuna bir bax, bizdən inciməmiş bir əziz qardaş. Nişanlı qızların görüşdən qabaq, nişanlı qızların görüşdən qabaq, telini saymağı yadıma düşdü. Telini saymağı yadıma düşdü. Nişanlı qızların görüşdən qabaq, telini saymağı yadıma düşdü. Salyan şəhərində yerləşən Embavod Madera mağazalar şəbəkəsində qonaq, yataq, uşaq və mətbəx mebel dəstləri sizin evinizə əsrarəngiz bir gözəllik bəxş edəcək. Evinizin interyerini Embavod və Madera'nın müasir mebelləri ilə zənginləşdirin. Siz bu gözəl zövqlü mebelləri Embavod Madera mağazalar şəbəkəsinin Salyan filialından nəqd və kredit yolu ilə əldə edə bilərsiniz. Qeyd edək ki, kreditlər mağaza daxilində çox asan şərtlərlə həll olunur, nəqd alış edənlərə isə inanılmaz endirimlər var. Quraşdırılma, çatdırılma pulsuzdur. Hələ Mübariz, sənə heyran olum mən. Sən ara, bura ara, ay Mübariz. Səlyanda bu məkana girməli, getmək özü günah. Çünki bu cür gözəlliyi, bu cür mebeli, keyfiyyətli. Sağ olsun, Keyfiyyətli bəli. bunu ərsəyə gətirən Bəli, sağ bizim ol. qardaşlarımız. Bəli, Var sağ olsunlar. Ünvan: Salyan şəhər, Bakı Astara şosesi 131-ci kilometr. Embavod və Madera mağazalar şəbəkəsi. Əlaqə nömrələrimiz 050 320 69 99 055 202 42 81 055 202 12 41. Salyanda Xəlilrza Ulutürk küçəsində 5 mərtəbəli binanın 1-ci mərtəbəsində möhtəşəm gəlinlik salonu açıldı. Fidan VIP salonunda nişan, xınan, toy paltarlarının kirayəsi, böyük və kiçik toy maşınlarının bəzədilməsi, uşaqlar üçün toy paltarlarının kirayəsi sizlərin ixtiyarına verildi. Qeyd edək ki, paltarlar brenddir və sizin zövqünüzə uyğun sifarişlə xarici ölkələrdən gətirilməsi həyata keçirilir. Salonda çalışan vizajistlər isə özəl gününüzdə seçilən əl işləri ilə sizləri valeh edəcək. Əgər siz də özəl və xoş günlərinizdə gözəl görünmək istərsinizsə, o zaman Salyanda yerləşən Fidan VIP salonundan elə yolunuzu salın. Əlaqə nömrələrimiz 051 740 0006. Mən təşəkkür edirəm. Çox gözəl yerinə düşən bir mahnı oldu və əhval-ruhiyyəmiz biraz da düzəldi. Elə İlhamın, Əlşad müəllimin o gözəl mahnılarından sonra bu mahnını da dinləmək bizim üçün çox xoş oldu bu gözəl bayram günlərində. Və mən deyim ki, dəyərli izləyicilərimiz, həqiqətən də çox şairlərimiz daha qədim dövrlərdən elə Azərbaycanımızın filosofu, Azərbaycanımızın gözəl şairi Nizami Gəncəvinin dövründən də Novruz bayramlarına çox gözəl
hansı ki şeirlər yazılıb, amma elə Səməd Vurğun, Azərbaycanımızın tanınmış şairi Səməd Vurğunun da çox gözəl şeirləri var ki, hansı ki elə Novruz bayramına həsr olunub. Elə bu mahnı da çox gözəl bir mahnıdır. Çox gözəl də ifa etdiniz, çox gözəl də səsləndi. Sözləri elə bizdə qədim siz demiş, nostalji hisslər yaratdı. Təşəkkür edirəm elə bu mahnıya görə. Çox sağ olun, minnətdarıq. Təbii ki, bu mahnı gözəl usta sənətçimiz Məmməd Bağırın ruhu şad olsun. Onun repertuarından olan bir mahnı idi. Bayram əhvalı bir mahnı idi. Mən də belə fikirləşdim ki, burada bunu oxusam pis olmaz. Və mən deyirəm ki, doğrudan da elə avazınız Məmməd Bağır müəllimin avazına çox bənzədir. Təşəkkür edirəm bu seçiminiz üçün. Buyurun, əyləşin. Və mən istərdim ki, artıq verilişimizin bax bu gözəl əhval ruhiyyəli yerində elə bizim əzizimiz, bizim dəyərli qonağımız Samir Abbasovu dəvət edim. Samir gəlsin, elə o gözəl mahnılarından birini bizim üçün səsləndirsin və digər qonaqlarımız da təbii ki 2 saat ərzində buradayıq. Bir-bir yenə də hər biri öz ifasını bizim üçün səsləndirəcək. Samir, bir daha xoş gəlmisən. Çox sağ olun Arıq xanım. Mən də axşamınız xeyir olsun deyirəm. Dəyərli tamaşaçılar salamlayıram, dəyərli dostlarımı salamlayıram. Doğrudan da mənim üçün də xoş oldu belə gözəl sənətçilərdən bir yerdə olmaq. Və tamaşaçıları bir daha salamlayıram. Qarşıdan gələn Novruz bayramı münasibəti ilə bütün Azərbaycan xalqımıza can sağlığı diləyirəm. Allahdan arzum budur ki, onların həmişə ruzu bol olsun. Vallahi bunlar nə qədər ruzu bol olsa bizim də ruzumuz bol olar. Biz də o insanlara bağlıyıq. Sualım var sənə. Ümumiyyətlə bayramlarda müəyyən təamlarımız var ki, yalnız onları bayramlarda biz bişiririk, bayramlarda süfrəmizə təqdim edirik. Sən ən çox sevdiyin yemək? Mən ən çox sevdiyim yemək, yəni aş həmişə yeyirəm də, yəni aşı həmişə yeyirik, amma bayram aşı tam başqadır valla. Yəni o aş, nə bilim, həmişə istəyirəm ki, o bayram aşı olsun, bayram aşı yeyim. Doğrudan gözəldən, yəni bilmirəm ab-ı havadan olur, o nədən olur, amma bayram aşı mən çox xoşlayıram. Aş gəlsin, ancaq mən aş xoşlayıram. Elə deyək ki, mən də aşıq çox sevirəm, amma ən gözəl adətlərimizdən, ən həvəslə gözlədiyimiz adətlərimizdən biri də elə nədir? Papaq atmaq. Nə qədər papaq, hansı qapılara papaq atmısan? Yadındadır Samir. Ən yadda qalanın hansıdır? Valla düzün söz deyim, mən biraz uşaqlıqdan çılğınlıqla böyümüşəm, yəni çılğın uşaq olmuşam. Demək, mən kəndin uşaqlarını yığırdıq, yəni başımıza başlayırdıq, biz gedirdik, papaq atırdıq. Yəni onun demək olar ki, indi də adam istəyir ki, o günlər olsun. Valla adam o günləri xatırlayır, istəyir ki, o günlər olsun, amma çox olub, papaq atmaq çox olub məndə. Dəhşət çox olub. Yəni elə gün olubdur ki, məsələn, evə gec gəlib çıxmışıq, yəni axşamüstü çıxmışıq, evə gec gəlmişəm. Məsələn, saat 12-də, 1-də, 2-də gəlmişəm, görmüşəm ki, sıfıra yığışılıb. Belə günlərimiz də olur. Nə gözəl. Çox maraqlı bir açıqlama idi. Artıq Samir o qədər həvəslə papaq atıb və papağın üçün görək nə qoyacaq. Ay bu qapıya da taq, ay o qapıya da axır gəlib görüb ki, bayram süfrəsi yığışılıb və hamı artıq yatıb. Çox gözəl bir açıqlama idi və mənim də ən çox yadımda qalan papaq atdığı günüm universitetdə təhsil alarkən Dəmir müəllim Qəmbərov vardı bizim universitetdə analitik kimya kafedrasının müdürü. Allah ona rəhmət eləsin. Çox gözəl bir müəllim idi və biz papaq atıb ondan qiymət istəmişdik. Yazmışdıq ki, Dəmir müəllim, xahiş edirəm bizə qiymət yazın da, hamımız rayona getmək istəyirik. O doğrudan da bizim papağımızı boş qaytarmamışdı və bizim hər birimizə qiymət yazmışdı. Təbii ki, yaxşı qiymətlər və o da mənim çox yaddaşımda qalıb, hər zaman da qalacaq. Mən istərdim ki, Samir o gözəl mahnılardan biri, yəqin nar tanəsi olacaq. Səni görəndə. Elə buyur Samir, səni görəndə. Dəfə gördüm, titrədi qəlbim, ah necə sevdim səni görəndə. İlk dəfə gördüm,
Samirə. Çox sağ ol. Gözəl bir mahnı, yenə də gözəl əhval-ruhiyyəli bir mahnıdır, hər zamanki kimi. Və Samir, istərdim ki, növbəti qonağımızı birlikdə təqdim edək. Buyur. Mən istəyirəm ki, doğrudan gözəl sənətçi, gözəl sənətkar Təhmiraz müəllim o boydan, lirikdən gəlib, görəsən bizə nə gətirib sən canım? Lirik tunqardır Samir. Təhmiraz müəllim, nə gətirmisən bizə sən canım, düz deyinəm? Qar gətirib. Mənim daimi qonağım, mənim dəyərli qonağım da lirikdən gəlib. O hədiyyəsini mənə gətirib Samir. Mənə gətirib, inşallah gələn həftədə sənə gətirər. Çünki biz Samirlə birlikdə aparacağıq bu verilişi, qonağım var verilişini. Onun üçün mənə pay gətirən Samirə də gətirsin. Narınz xanım, hamınızı salamlayıram. Mən də bax bu gözəl dostlarımla bir yerdə. Mənim bu verilişim sizə minnətdarlığımı bildirirəm. Bu sizin veriliş daimi olsun. Narınz xanım, bax gözəl bir gündə bizi dəvət eləmişsiniz bura. Bayrama. Bəli, əlbəttə ki, bayrama çox az qalır. Mən bu qarşıdan gələn bayram münasibəti ilə birinci bax sənət yoldaşlarımı və bütün Azərbaycan xalqı, xüsusən lirikliləri, bayramlarını təbrik edirəm. Mən arzu edirəm ki, bu təzim bütün xalqımıza düşərli olsun. Bəli, mən də sizin bu gözəl arzularınıza qoşuluram və dəyərli izləyicilərimiz, artıq mən bir şey hiss etdim. Demək olar ki, Təhmiraz müəllim mənim ilk verilişlərimdə qonaq olanda təqdimat edə bilmirdi, çox həyəcanlı olurdu. Artıq yavaş-yavaş kompleks keçir. Mən elə gəlir, çünki artıq alışır, bax, artıq verilişlərimizə alışır. Elə mən də bunu istəyirəm. Mən də sizə bu gözəl bahar bayramında elə bahar təravətli arzularla qoşuluram və hər zaman səsiniz var olsun deyirik. Elə bax bu gözəl günlərdə, bayram günlərdə verilişlərimizdə görüşək. Buyurun, dinləyin, dəyərli izləyicilərimiz. Təhmiraz müəllim.
Dilimde sözüm, gece gündüzüm, dünyanı gören bu büyük gözüm, sinemde sazım sen olmalıydın. Dilimde sözüm, gece gündüzüm, dünyanı gören bu büyük gözüm, sinemde sazım sen olmalıydın. Eşkin elinden gönül perişan, eylerem amayan derdime derman sen olmalıydın. Eşkin elinden gönül perişan, eylerem amayan derdime derman sen olmalıydın. Neden kısmetim dem olmalıydı? Neden kısmetim dem olmalıydı? Bari sevdiğim sen olmalıydın, sen olmalıydın. Hiç muhabbetim sen olmalıydın, sen olmalıydın. Ağla gözüm ağla, bu sancan her kimi görsen de şikayet öldüm gittim ben çayarı görmedim. Öldüm gittim ben çayarı görmedim. Kabe'yi suyunu ziyaret sen benim cananım, ruh revanım. Lemleri şekerli ben sana bir gün görmezsem tut zamanı, kopacak başına kıyamet bari sevdiğim sen olmalıydın, sen olmalıydın. Hiç muhabbetim sen olmalıydın, sen olmalıydın. Təşəkkür edirəm. Çox sağ olun Təhmiraz müəllim. Çox gözəl bir mahnıdır. Buyurun, əyləşin və biz digər qonağımızda nəsə demək istəyirsiniz mahnı haqqında? Mənim bu mahnım ikinci dəfədir sizin verilişdə səslənir. Mən bu mahnıya görə mənim dostum öz rayonumuzda İsmail müəllim, mənim müğənni yoldaşdır. Sözləri də, musiqisi də onundur. Buradan mən onu bayramı təbrik edirəm. İnşallah görək gələcəkdə hansı mahnıları bizə bəxş edəcək. İnşallah xeyirli uğurlu olsun. Buyurun, əyləşin. Dəyərli izləyicilərimiz, elə mən Təhmiraz müəllimin o gözəl ifasından sonra istəyirəm ki,
İlhamı yenə də dəvət edim. İlham gəlsin. Yəqin ki, yenə də Xansoy müəllimin mahnılarına müraciət edəcək. Hə, öz mahnılarından başqa bunlar heç bir mahnıları oxumurlar. O qədər qız adlarına mahnılar oxuyub ki, Xansoy müəllim. Hər dəfə də mən verilişimdə deyirəm, ola bilsin ki, verilişdən sonra davalar, qırğınlar, müsibətlər olur, amma mən istəmirəm daha bugün bayram gündür və Novruz bayramının bir özəlliyi var. Hansı ki, o çox bir özəl bir adətdir və mən burada əyləşən qonaqlarıma istəyirəm bu sualla müraciət edəm. Verilişin sonunda görək elə bu sualın cavabını hansı müğənni bizə təqdim etsə, hansı müğənni tapsa və ona özəl sürprizimiz olacaq. Mən istərdim ki, artıq sualımı səsləndirim. Azərbaycanımızın gözəl bayramı olan Novruz bayramı, Azərbaycanımızın qədimi bayramı olan, yəni tarixinə şahid olan elə Novruz bayramında bir əlamətdar və çox insanların ürəyindən olan bir adətimiz var ki, mən istərdim ki, o adəti mənim dəyərli qonaqlarım tapsın və yenə də deyirəm, dəyişik bir sürprizimiz olacaq. İlham, sənin birinci fikrin nədir? İlk fikri sən söylə. Adət ənənəmiz. Valla, yumurta döyüşdür. Hər kəsə bir haqq verdin. Artıq Qulaq asmaq. yox. Yox, mən bilməm. Artıq İlham ikisini dedi, qulaq astın və yumurta döyüşmək. Xeyr, bunların heç biri deyil. Mən digər qonaqlarım da artıq düşünsünlər. İlhamın ifasından sonra hər kəsin fikrini alacağım. Buyur İlham. Gözüm o qara gözlərinə, aldandım inan o şirin sözlərinə. Çoxdandı bilir gözlərin canlananı, gözüm qaxdım hara gecəmə gündüzümə. Hardasan saadət, üzülməni həsət, ürəyim dolu məhəbbət. Ya nəsib ya qismət. Geceler ağlamışam, saf eşkimizi koruyup saklamışam. Bir özge yarım, biri gel dese de, dünyada kıla sana bil bağlamışam. Hardasan saadet, üzülmeni həsət, yüreğim dolu məhəbbət. Ya nəsib ya qismət. Hasret
Değerli izləyicilərimiz, bu gözəl Səadət mahnısundan sonra mən artıq istərdim ki, yenə də sualımı iştirakçılarımıza və qonaqlarıma deyim. Azərbaycanımızın Novruz günlərində ən çox hansı adət-ənənə çox adam gözləyir? Ola bilsin ki, o gözlədiyini heç kimə demir, amma o günü gözləyir ki, bugün olsun. O hansı gündür və o hansı adətimizdir? Əgər iştirakçılarımızdan hansı biri tapsa və bax buradakı bizim milli atributlarımızın içində elə bir hədiyyə var ki, sonra da onu tapıb qazanmalıdır. Qazana da bilər, qazanmaya da bilər, amma. Və mən istərdim ki, artıq Əlşad müəllimi dəvət edim. Onun fikirlərini alın. Görüm Əlşad müəllim, Sabirabadlı, artıq bunun cavabını tapıb ya yox? Mən elə hesab edirəm ki, bütün bu Azərbaycan xalqında bayramdan bir 10 gün qabaq hamının qapısında şəkər bura, paxlava, hər bir evdə bu hazır. Mən o bilirəm. Dəyərli qonağım, çox təəssüf ki, hər hansı bir oyunda məğlub və qalib olur. Siz məğlub oldunuz. Ona artıq İlham müəllim məğlub olduğu üçün ona demişəm, indi sizə də deyəcəm. Sizə də deyəcəm və digər qonaqlarım artıq qalır ki, görək. Onlar bu sualın cavabını tapsam, möhtəşəm bir hədiyyə gözlənilir. Böyük bir sürpriz olacaq. Böyük deyil, kiçik də deyil, böyük də deyil. Amma artıq İlhamla Əlşad müəllim öz şansını itirdi. Və qalıb digər 3 iştirakçımız və digər 3 qonağımız. Artıq Samir də bunu istəyir, problem deyil. Amma əsas odur ki, sən cavabını tapasan. Əlşad müəllim, buyurun. Buyurun, o mahnını dinləyək. Sizin ikinci mahnınızı, buyurun. Senden yaman nigaranam, nigaranam, nigaram. Senden yaman nigaranam, nigaranam, nigaram. Senden yaman nigaranam.
Neçə sənsiz, səndən yaman nigaranam, mən yaşayım. Necə sənsiz günüm olur, gecə sənsiz ömrüm dönür. Neçə sənsiz, səndən yaman nigaranam. Sevgi dostanımsan mənim, əhdi peymanımsan mənim. Sevgi dostanımsan mənim, əhdi peymanımsan mənim. Canım cananımsan mənim, səndən yaman nigaranam, səndən yaman nigaranam. Canım cananımsan mənim, səndən yaman nigaranam, səndən yaman nigaranam. Nigaranam, nigaran, səndən yaman nigaranam, nigaranam, nigaran, səndən yaman nigaranam, nigaranam, nigaran, səndən yaman nigaranam, nigaranam, nigaran, səndən yaman nigaranam. Dəyərli izləyicilərimiz, həyatda elə bir hisslər var ki, həqiqətən də çox arzu olunmaz hisslərdir. Bunlardan da biri elə nigaran qalmaqdır. Mən heç kimə arzu etməzdim ki, kimdənsə ötürü nigaran qalasınız. Yarınızdan, balanızdan, atanızdan, ananızdan ötürü həqiqətən də çox arzu olunmaz bir hissdir. Şəxsən mən bu mənim öz subyektiv fikrimdir. Və çox gözəl bir mahnıdır. Arzu edirəm ki, heç bir zaman heç kimdə nigaran qalmayasınız Ərşad müəllim. Və mən ümidvaram ki, artıq bizim digər 3 iştirakçımız nigarandır. Mənim verdiyim sualın cavabına. Bilirlər ki, artıq onu Ərşad müəllim də bilir. Mən artıq Ərşad müəllimə də demişəm, artıq İlhama da demişəm, amma qalan digər 3 iştirakçımız bizim sualımızın cavabını hələ fikirləşirlər. Görək Azərbaycanımızın gözəl bayramı olan gözəl Novruz bayramında ən çox izlənilən, gözlənilən məqam hansıdır? Və bu sənətçilər arasında da elə dostlar, tanışlar arasında da çox yayılıb və mən istərdim ki, artıq bu sualımın cavabını müğənnilərdən biri tapsın. Mən çox təəssüf edirəm Ərşad müəllim, siz tapa bilmədiniz. Buyurun, əyləşin və mən sizə dərin təşəkkürümü bildirirəm. Şahin müəllim, siz gəlin. Bəs İlham deyir ki, Şahin müəllim 100% tapacaq. Mən istərdim ki, elə Şahin müəllimin də fikrini alım. Şahin müəllim, sizcə bu hansı adətdir? Valla bütün bu adətləri İlham qardaşımız, Ərşad qardaşımız dedi, amma biri qalıb. Mən bilən Novruz bayramında bütün küsürlər barışmalıdır. Mən belə fikirləşirəm. Artıq sualımızın, üzr istəyirəm mikrofonum. Sualımızın cavabı elə buydu. Şahin artıq sualımızın cavabını tapdı və Şahin müəllimə bir sürpriz olunacaq sonda. Elə mən təbrik edirəm Şahin müəllimi. Həqiqətən də Azərbaycanımızın elə gözəl adəti olan, gözəl bayramı olan, tarixinə şahid bayramı olan Novruz bayramında ən çox izlənilən, ən çox gözlənilən məqamlardan da biri elə küslərin barışmasıdır. Mən təşəkkür edirəm sizə. Buyurun, mahnınızla da elə küsləri sevindirin. Təbii. Narınc xanım, istəyirəm bir mahnı ifa edeyim. Bizim gözəl sənətçimiz, gözəl usta sənətçimiz Xanüsən müəllim, balası bu yadigarı buradadır. Gözəl bir mahnısı var, Sən Şamsan əgər. Təbii ki, mən onun halallığını İlham qardaşımızdan almışam. Onu istəyirəm ifa edeyim. Buyurun, çox gözəl bir mahnıdır. Bütün demək olar ki, tanınmış, özünü tanıtmaq istəyən elimizə elə bir sənətkarlarımız var ki, Azərbaycanımızın gözəl rayonlarında, regionlarımızda var, amma onlar mavi ekranlara qədər gəlib çıxa bilmirlər. Hansı ki, səsi var, sənəti var. Elə hər kəs demək olar ki, bu mahnını öz dilində, öz necə deyim, repertuarında, öz bildiyi kimi özünə məxsus ifa edib. Bir çox sənətçilərimiz var və Şahin müəllimin də ifasında eşitmək bizim üçün çox maraqlı oldu. Və Xanüsən müəllimin o dəyərli mahnısını buyuraq, dinləyək.
şan sənə gəl, pərvanən olur. Aşık sənə gəl, divanən olur. Sən şan sənə gəl, pərvanən olur. Aşık sənə gəl, divanən olur. Gəl yol sənə gəl, boyincin olur. Süzülün qəlbinə, sevincin olur. Sərvan ol sənə gəl, karvanın olur. Dolanın başına, qurbanın olur. Sən şan sənə gəl, pərvanən olur. Aşık sənə gəl, divanən olur. Sən şan sənə gəl, pərvanən olur. Aşık sənə gəl, divanən olur. Sen yatsana gel, oxuyayın olur. Gel al canını, arxayın olur. Sen yatsana gel, oxuyayın olur. Gel al canını, arxayın olur. Həsli ol sənə yer, kərəmin olur. Çəkdiyin alənin, qurbanı yolun. Deli ol sənə yer, məcnunun olur. Düşü çöllərə mən, qəm təşdən olur. Sən yatsana yer, oxuyayın olur. Gəl al canını, arxayın olur. Sən yatsana yer, oxuyayın olur. Gəl al canımı, arxayın olur. Həsli ol sənə yer, kərəmin olur. Çəkdiyin alənin, qurbanı yolun. Deli ol sənə yer, məcnunun olur. Düşü çöllərə mən, qəm təşdən olur. Sən yatsana yer, oxuyayın olur. Gəl al canını, arxayın olur. Sən yatsana yer, oxuyayın olur. Gəl al canımı, arxayın olur. Sən şan sənə gəl, pərvanən olur. Aşık sənə gəl, divanən olur. Sən şan sənə gəl, pərvanən olur. Aşık sənə gəl, divanən olur. Sən şan sənə gəl. Çox gözəl bir ifa idi. Təşəkkür edirəm bu gözəl mahnıya görə, gözəl ifaya görə, gözəl seçimə görə. Həqiqətən də bayram, əhval, ruhiyyəli, Xansoy müəllimin gözəl mahnılarından biridir və çox böyük həvəslə ifa etdiniz. Mən bunu görürdüm uzaqdan da olsa. İnsan bir mahnı var ki, insan onu içdən ifa edir. Bir mahnı da var ki, insan onu dostlarının təqidi ilə ifa edir. Əsas odur ki, insan onu içdən ifa etsin. Çox gözəl bir ifa idi. Təşəkkür edirəm. Sizi bir daha təbrik edirəm. Buyurun, sonda sürprizinizi inşallah görəcəksiniz. Buyurun. Mən istərdim yenə də Samiri dəvət edim. Samir çox istəyirdi bu gün qalib olsun, amma ola bilmədi. Sadəcə olaraq mən istərdim ki, tam səmimi bir etiraf etsin. Samir, tapmışdın bu cavabı? Heç fikirli ağlına gəlmişdi? Yox, vallahi səmimi etiraf edirəm, yox, başqa bir şey fikirləşmişdim, amma Şahin qardaşımız, yox da demirəm da, neydim? Demirsən. Yox. Mən istəyirəm ki, yeni bir mahnı oxuyum. Bu mahnı Nargiləsi. Gözəl bir mahnıdır. Mən buradan Əlkirəm Bayramova dərin təşəkkür bildirirəm. Doğrudan da gözəl bir mahnı yazdı, verdi mənə. Özü oxumayıb, amma yəni mən üçün yeni bir mahnı təqdim elədi. Bu yaxınlıqda da nəvəsinin ad günü oldu. Buradan təbrik edirəm Təmkin balanı. Bəli, İlham qardaşımız da oradaydı, dəyərli sənətçilər də oradaydı. Və təbrik edirəm, gün o gün olsun, böyükdə oyuna gələk inşallah, Allahın köməkliyi ilə.
Mən Dəlişah müəllim efir vasitəsilə salamlayıram və təbrik edirəm Təmkin balanı. Mən Təmkinin hədiyyəsini Park Bulvardan artıq göndərmişdim. Bizim bir çəkilişimiz var idi. Orada biz bir hədiyyə qazandıq və mən Əkrəm müəllimə dedim ki, bunu aparın, verin Təmkinə. Birinci hədiyyəsi məndən olub. Mən təşəkkür edirəm. Bir daha çox gözəl bir mahnıdır nargiləsi. Çünki onu mən eşitmişəm efirlərimizdə, elə mənim də verilişimdə ifa etmisiniz. Klipi də yayımlanır Doğma kanalımız Dünya Televiziyasında və mən istərdim ki, elə buyurasan həm mahnını bir daha bizim üçün ifa edəsən. Buyurun, dinləyin, dəyərli izləyicilərimiz. Ömrümün bir dənəsi bal kimi, şəkər kimi səni sevirəm. Nar, nar, nar gedəsi ömrümün bir dənəsi bal kimi, şəkər kimi səni sevirəm. Nar, nar, nar gedəsi ömrümün bir dənəsi bal kimi, şəkər kimi səni sevirəm. Nar, nar, nar gedəsi ömrümün bir dənəsi bal kimi, şəkər kimi səni sevirəm. Ömrümün bir dənəsi bal kimi, şəkər kimi səni sevirəm. Nar, nar, nar gedəsi ömrümün bir dənəsi bal kimi, şəkər kimi səni sevirəm. Nar, nar, nar gedəsi ömrümün bir dənəsi bal kimi, şəkər kimi səni sevirəm. Nar, nar, nar gedəsi ömrümün bir dənəsi bal kimi, şəkər kimi səni sevirəm.
dənəsi, bal kimi, şəkər kimi səni sevirəm. Nar, nar, nargiləsi, ömrümün bir dənəsi, bal kimi, şəkər kimi səni sevirəm. Nar, nar, nargiləsi, ömrümün bir dənəsi, bal kimi, şəkər kimi səni sevirəm. Nar, nar, nargiləsi, ömrümün bir dənəsi, bal kimi, şəkər kimi səni sevirəm. Nar, nar, nargiləsi, ömrümün bir dənəsi, bal kimi, şəkər kimi səni sevirəm. Nar, nar, nargiləsi, ömrümün bir dənəsi, bal kimi, şəkər kimi səni sevirəm. Salyan şəhərində yerləşən Embavud Madera mağazalar şəbəkəsində qonaq, yataq, uşaq və mətbəx mebel dəstləri sizin evinizə əsrarəngiz bir gözəllik bəxş edəcək. Evinizin interyerini Embavud və Maderanın müasir mebelləri ilə zənginləşdirin. Siz bu gözəl zövqlü mebelləri Embavud Madera mağazalar şəbəkəsinin Salyan filialından nəqd və kredit yolu ilə əldə edə bilərsiniz. Qeyd edək ki, kreditlər mağaza daxilində çox asan şərtlərlə həll olunur, nəqd alış edənlərə isə inanılmaz endirimlər var. Quraşdırılma, çatdırılma pulsuzdur. Ara Mübariz, sənə heyran olum mən. Sən ara, bura ara, ay Mübariz. Səlyanda bu məkana girməmiş, getmək özü günah. Çünki bu cür gözəlliyi, bu cür mebeli, keyfiyyətli. Sağ olsun, Keyfiyyətli bəli. bunu ərsəyə gətirən Bəli, sağ bizim ol. qardaşlarımız var olsunlar. Ünvan: Salyan şəhər, Bakı Astara şosesi 131-ci kilometr. Embavud və Madera mağazalar şəbəkəsi. Əlaqə nömrələrimiz 050 320 69 99 055 202 42 81 055 202 12 41. Salyanda Xəlil Rza Ulutürk küçəsində 5 mərtəbəli binanın 1-ci mərtəbəsində möhtəşəm gəlinlik salonu açıldı. Fidan VIP salonunda nişan, xınan, toy paltarlarının kirayəsi, böyük və kiçik toy maşınlarının bəzədilməsi, uşaqlar üçün toy paltarlarının kirayəsi sizlərin ixtiyarına verildi. Qeyd edək ki, paltarlar brenddir və sizin zövqünüzə uyğun sifarişlə xarici ölkələrdən gətirilməsi həyata keçirilir. Salonda çalışan vizajistlər isə özəl gününüzdə seçilən əl işləri ilə sizləri valeh edəcək. Əgər siz də özəl və xoş günlərinizdə gözəl görünmək istərsinizsə, o zaman Salyanda yerləşən Fidan VIP salonundan elə yolunuzu salın. Əlaqə nömrələrimiz 051 740 0006. Çox sağ ol Samir. Çox gözəl bir mahnı idi. Mən bu mahnını əvvəldən elə bəyənmişəm ilk dəfədən. Çünki mənim adıma uyğundur. Nar, nar, narınc, nargiləsi aləm qarışdı bir-birinə. Nəysə. Çox gözəl bir mahnıdır. Təşəkkür edirəm bir daha. Və Samir, bir şey istəyirəm ki, sən mənə söz verəsən. Mən istəyirəm ki, gələn verilişimiz artıq bayrama lap az qalır. Gələn verilişimizdə elə açışı mənlə edəsən, verilişi mənlə açasan. Nə deyirsən? Olar, niyə olmur ki? İnşallah siz nə vaxt istəsəz, mən sizin qulluğunuzdayım. Ayın 17-si verilişimizdə biz verilişi elə Samirlə bir yerdə açırıq. İnşallah. Təmiraz müəllim, siz nə düşünmüşdünüz bizim sualın cavabını? Amma düz deyin, Samir demədi, dedi deməyim. Siz nə düşünmüşdünüz? Mən sözün düzün deyəcəm, çünki yalan danışmıram. Mən iki şey fikirləşirdim. Bir qulaq falı fikirləşirdim. Bir də ki, elə müəllim, Şahin müəllimin dediyi küsürlərin barışması. Onların ikisini fikirləşirdim ki, bunun hansı ola bilər. Yaxşı ki, Şahin müəllim bizdən qabaq qazandı da, bizdən bir dənə Şahin müəllim qazandı. Biz qaldıq. Mən ümidvaram ki, gələn verilişlərimizdə artıq qonağım var verilişində hər dəfə dəyərli izləyicilərimiz hədiyyələr olacaq. Hər dəfə müğənnilərlə sual cavablarımız keçiriləcək, viktorinalarımız keçiriləcək. Qalib olan
bizim müğənnilərə sponsorlarımız tərəfindən dəyərli hədiyyələr olacaq. Onun üçün də artıq qonağım var verilişinə tələsin dəyərli müğənnilərimiz. Və qonağım varın artıq bir özəlliyi də bahar bayramından sonra elə bu viktorinamız olacaq. Elə ilk viktorinamızı sizlər də etdik. İlk qalib olan da Şahin müəllim oldu. Mən təbrik edirəm bir daha və sizin gözəl ifanızı eşitmək istəyirik. Buyurun Təhmiraz müəllim. Gözəl bir ifanızla elə Novruz bayramına günlər qalmış. Bax bu gözəl bahar günlərində mahnınızı ifa edin. Qapını bağlama gözəl, başımı götürüb sizə gəlmişəm. Bağlama qapını, bağlama gözəl, başımı götürüb sizə gəlmişəm. Qonağı qapıda saxlama gözəl, bizi ayrı salan izə gəlmişəm. O xoş görüşlər pozuldu birdən, gördüyüm yuxuya yozuldu birdən. Talihmi təzədən yazıldı birdən, yoxsa bəd nəzərdən gözə gəlmişəm. Yoxsa bəd nəzərdən gözə gəlmişəm. Məxsuməm bu gecə sizdə qalmasam, bu evdə bir haray həşir salmasam. Qayıdıb getmərəm cavab almasam, ay canım, ay canım. Qayıdıb getmərəm cavab almasam, İkicə hərifli sözə gəlmişəm. Ay canım. Boyunca yarım keçə baxam ona doyunca. Oynanıram hər gün yollar boyunca, yarım keçə baxam ona doyunca. Göz yaşımdan su atıram dalınca, göz yaşımdan su atıram dalınca. İnanmayır, inanmayır neyleyim, yarım mənə inanmayır neyleyim. İnanmayır, inanmayır neyleyim, yarım mənə inanmayır neyleyim. Arzularım düyüm düşüb elində, yalvar üstü titrəyişi dilimdə. Arzularım düyüm düşüb elində, yalvar üstü titrəyişi dilimdə. Qurbanlığa çevrilmişəm əlində, qurbanlığa çevrilmişəm əlində. İnanmayır, inanmayır neyleyim, yarım mənə inanmayır neyleyim.
bir qulam rəvadırmı qan ağlayırsan yola Mən eskimin yollarında bir qulam rəvadırmı qan ağlayırsan yola Bu sevdadan çətin bir də kamalar Bu sevdadan çətin bir də kamalar İnanmayır, inanmayır neyləyim yarın mənə İnanmayır neyləyim İnanmayır, inanmayır neyləyim yarın mənə İnanmayır neyləyim Arzularım düyüm düşüb elində Yalvarışdı, titrəyişdi dilimdə Arzularım düyüm düşüb elində Yalvarışdı, titrəyişdi dilimdə Qurbanlığa çevrilmişəm əlində Qurbanlığa çevrilmişəm əlində İnanmayır, inanmayır neyləyim yarın mənə İnanmayır neyləyim İnanmayır, inanmayır neyləyim yarın mənə İnanmayır neyləyim Neyləyim, neyləyim, 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 neyləyim yarın mənə İnanmayır neyləyim Çox sağ olun, təşəkkür edirəm Təhmiraz müəllim bu gözəl ifanıza görə. Bu mahnı da yenidir ya? Bəli, bu mahnı da yenidir. Bunları keçən həftə qabaq yazdırmışdım. Elə bunun da musiqisi İsmailə aiddir, mənim dostum müğənni. Sözləri də ona aiddir. O yazıb mən üçün. Mən buradan ona təşəkkür edirəm və narın çıxarım. Mən gələcəkdə həmişə mən sizə qonaq gəlmişəm. Ancaq istəyirəm ki, bu yaxın ya martın axırı ya da apreldə sizi mən qonaq dəvət eləməyəcəm. Necədir? Əla, elə bax burada eləşən bizim müğənnilərimizi də götürürük. Gedirik da Lerikə, Lerikin dağlarına. O gözəl yerlərə. Azərbaycanımızın hər yeri gözəldir. Amma bəzi yerləri var ki, insan elə oradan hər dəfə bir zövq alır. Hər bir yerindən ayrı cür zövq alır. Amma Lerikin dağları, Lerikin gözəl havası məncə hər kəsin ürəyincə olar. Və elə burada əyləşən bütün müğənnilərimiz də bir yerdə gedərik buradan elə Lerikə. Baş üstə Təhmiraz müəllim, biz gələrik. Siz çağırın, elə biz gələk. Artıq sponsorlarımızın vaxtıdır, dəyərli tamaşaçılarımız. Əgər sponsorlarımız olmasa, elə verilişlərimiz də olmaz. Dəyərli sponsorlarımdan Salyanda yerləşən Embavud və Madera mağazaları şəbəkəsidir. Hansı ki, Embavud və Madera mağazaları şəbəkəsində mart ayında möhtəşəm endirimlərimiz var və hədiyyələrimiz var. Buyurun, əgər nişanlı xanımlarımız, evinin interyerini dəyişmək istəyən xanımlarımız, əgər siz də elə mebellərinizi dəyişmək istəyirsinizsə, o zaman hara müraciət edirsiniz? Embavud və Madera mağazaları şəbəkəsinin Salyan filialına. Çatdırılma və quraşdırılma pulsuzdur. Kredit şərtlərimiz çox asandır. Elə mağaza daxili həyata keçirilir. Nəqd alış-veriş edənlərə isə inanılmaz endirimlərimiz var. Gördüyünüz kimi yataq dəstləri, yumuşaq dəstlər, uşaqlar üçün nəzərdə tutulmuş mebellərimiz var və elə mətbəx mebellərimiz də var ki, bütün xanımların zövqünü oxşayır. Buyurun, elə siz də gedin Salyanda yerləşən Embavud və Madera mağazalar şəbəkəsindən yararlanın və əgər siz gedib desəz ki, biz bunu verilişdə, qonağım var verilişində, bu reklamı ilə eşitdik, gəldik, həmin sözü deyən müştərilərimizə eksklüziv bizim hədiyyələrimiz olacaq ki, elə siz gedib mağaza daxilində onun şahidi olacaqsınız və mən istərdim ki, artıq mən nömrələrimizi xatırladım 050 320 69 99 055 202 12 41 050 517 59 15 buyurun zəng edin və elə kataloqdan seçin və bizim binamız o qədər möhtəşəm və böyükdür ki, istədiyiniz mebelləri elə əyani vəsait kimi hazır vəziyyətdə görürsünüz, bəyənirsiniz və bir zəng edirsiniz. Artıq görürsünüz ki, qapınız döyüldü və Embavud Madera mağazalar şəbəkəsinin Salyan filialından olan mebellərimiz qapınıza qədər gəldi, çatdı. Elə bayram günlərində siz də bu kampaniyamızdan yararlanın, dəyərli qonaqlarım. Elə siz də gedin Embavudda və Madera mağazalar şəbəkəsinin Salyan filialından yararlanın.
Və mən istərdim ki, elə bugün elə bu bayram günlərində təşəkkür edim Hafiz bəyə, Hikmət müəllimə, özlərin təşəkkürümü bildirim. Bax, orada çalışan xanımlarımıza da dərin təşəkkürümü bildirim və keçək bizim digər sponsorumuza. Digər sponsorumuz haradır? Salyanda yerləşən Fidan VIP gözəllik salonu və gəlinlik butiki. Elə siz gedirsiniz, Salyanda yerləşən bax bu Fidan gözəllik salonuna mart ayında əgər siz paltarlarınızı elə yeni gəlinlərimiz Fidan VIP-dən seçsəniz, sizi nə gözləyir? Sizi saç və vizaj havayı, yəni pulsuz olacaq. Çünki bu artıq bayram endirimləri Fidan VIP gözəllik və gəlinlik butikində də həyata keçirilir. İstədiyiniz rəngdə paltarlarımız, nişan, toy, xına üçün, uşaqlarımız üçün də nəzərdə tutulub. Bax, bu paltarlarımızın kirayəsi, maşınlarımızın gözəl bəzədilməsi harada həyata keçirilir? Elə Fidan VIP gözəllik salonunda rəhbərliyinə özlərin təşəkkürümüzü bildiririk. Siz də gözəl gününüzdə, özəl gününüzdə gözəl görünmək istərsinizsə, Salyanda Xəlilzə Ulutürk küçəsində, elə 5 mərtəbəli binanın 1-ci mərtəbəsində Fidan VIP gözəllik salonuna, elə gəlinlik butikinə gəlin, öz seçiminizi edin. Xına günündə, nişan günündə, elə toy günlərinizdə gözəl görünün və uşaqlarınızı da o gözəl paltarların kirayəsi ilə razı salın. Mən dərin təşəkkürümü bildirirəm və hər kəsə elə Fidan VIP gözəllik salonunu tövsiyə edirəm. Təşəkkür edirəm sponsorlarımıza və artıq verilişimizin sonuna yaxınlaşırıq. Buyuraq, sonuncu ifamızı da eşidək və mən istərdim ki, artıq qonağımızı da dəvət edim. Dəyərli izləyicilərimiz, dəyərli xalqım, bir daha bütün çərşənbə bayramlarınızı təbrik edirik və mən sonda təşəkkür edirəm. Samir, sənə təşəkkür edirəm. Təhmiraz müəllimə, Şahin Ağayevə dərin təşəkkürümü bildirirəm. Ərşad bəyə təşəkkürümü bildirirəm. İlham, sənə dərin təşəkkürümü bildirirəm. Bax, bu gözəl dekora görə bizim üçün bugün milli ab-havanı yaradan Zərif Xına Mərkəzinə, İlahə xanıma dərin təşəkkürümü bildirirəm. Sponsorlarımıza Embauda Model Mağazalar şəbəkəsinin Salyan filialına, Fidan VIP gözəllik və gəlinlik butikinə Salyanda yerləşir. Təbii ki, 5 mərtəbəli binanın elə 1-ci mərtəbəsində yerləşir Salyan şəhərində. Və hər birinizə dərin təşəkkürümü bildirirəm. Saçıma, vizajıma görə isə təşəkkür edirəm Xırdalanda elə Səmaya Şadlıq evi ilə üzbəüz olan US gözəllik salonunda Ülviyə xanıma dərin təşəkkürümü bildirirəm. Gülü xanıma dərin təşəkkürümü bildirirəm. Bir də Qəndaba. Və mən istərdim ki, artıq sonda Ərşad müəllimin o gözəl ifası ilə elə verilişimizi yekunlaşdıraq. Hər birinizə dərin təşəkkürümüzü bildirək və təbii ki, bax bugün bizim üçün bu şəraitləri yaradan çox gözəl bir şadlıq evi var ki, siz istədiyiniz ad günlərinizi, özəl günlərinizi, toylarınızı, nişanınızı, xınalarınızı elə Bakı şəhərində yerləşən, doğma paytaxtımızda yerləşən Qızılqaya restoranında dərin təşəkkürümüzü bildiririk. Rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Əgər siz də elə istəyirsiniz ki, elə baş-başa 2 nəfər çox gözəl bir şam yeməyi yeyəsiniz, onda hara gəlin Qızılqayaya. Nişan etmək istəyirsiniz, toy etmək istəyirsiniz və yaxud ad gün etmək istəyirsiniz, hər hansı bir tədbiri, bayramı keçirmək istəyirsiniz, o zaman yenə də Qızılqayaya gəlin. Mən dərin təşəkkürümü bildirirəm və buyurun Ərşad müəllim deyirəm. Narız xanım, mənim bu oxuduğum ki, mahnı var, bizim böyük sənətkarımız. Allah onu qəni-qəni rəhmətləsin. Məhəbbət Kəzimov bəstəsidir. Yeni aranjmanla mən bu mahnını aranjmanlamışam. Allah onu rəhmətləsin, böyük sənətkarımızı. Mən sonda istərdim ki, artıq Ərşad müəllimin ifasından sonra bax, gördüyünüz bu aksesuarların içində bir hədiyyə var ki, Şahin müəllim onu tapmalıdır və Şahin müəllimin olmalıdır. Və onu biz sonda edəcəyik və odur ki, Ərşad müəllimin ifasından sonra hədiyyəni görək Şahin müəllim tapacaq, tapmayacaq. Artıq cavabı tapıb, amma qalıb hədiyyə. Buyurun, dinləyək, sonra da keçək, bax, o maraqlı bir süjetimizə. Buyurun.
neymiş öldürecek bu kız beni. O şahzade bense sahil baktım oldum hayırmam. O şahzade bense sahil baktım oldum hayırmam. Ne Allah'tır ne Ezrail öldürecek bu kız beni. Kefil ölmek istemirdim, sefil ölmek istemirdim. Öldürecek bu kız beni, öldürecek bu kız beni. Kefil ölmek istemirdim, sefil ölmek istemirdim. Öldürecek bu kız beni, öldürecek bu kız beni. Döndü gülü utasına, salı beşkin hatasına. Döndü gülü utasına, salı beşkin hatasına. Haber verin hatasına, öldürecek bu kız beni. Haber verin hatasına, öldürecek bu kız beni. O şahzade bense sahil baktım oldum hayırmam. O şahzade bense sahil baktım oldum hayırmam. Ne Allah'tır ne Ezrail öldürecek bu kız beni. Kefil ölmek istemirdim, sefil ölmek istemirdim. Öldürecek bu kız beni, öldürecek bu kız beni. Kefil ölmek istemirdim, sefil ölmek istemirdim. Öldürecek bu kız beni, öldürecek bu kız beni. Mən istərdim ki, artıq Şahin müəllim, bax bizim bu milli aksesuarlarımızın, milli atributlarımızın içərisində ola da bilər, nəyinsə altında ola da bilər. Artıq öz hədiyyəsini tapsın. Hadi. Burada mı? Düzü mən rəssamlığı bitirmişəm, Əzim Əzimzadəni bitirmişəm. Biz adətən küp şəkillərini çəkərdik, naturmort kimi. Fikrim odur, amma o kukladan xanımdan xoşum gəlir. Hə. Görək. Yoxdur, uduzdum mən. Bir də üzr istəyirəm. Mən istərdim ki, artıq gəlib, siz bax bu göy kiçik bir palazımız var burada, onu qaldırasınız. Onu qaldırasınız. Aa! 50 manat hədiyyəmiz artıq oradaydı. Çox təəssüf ki,
Şahin müəllim cavabı tapsa da hədiyyəsi tapa bilmədi. Əsas odur ki, cavabını tapdı. Mən bir daha dərindən bütün izləyicilərimizə təşəkkür edirəm və qarşıdan gələn bayramlarınız mübarək olsun, çərşənbələriniz mübarək olsun deyirəm. Gecəniz xeyrə qalsın.